Fərid, salam, hər vaxtın xeyir. Fərid, mən qulaq astım səslərin içinə də, bayaqdan qulaq asanmamışdım, tədbirlərdeydim. Fərid, mənim bilirsən necədir vəziyyət elədir ki, mən oturub rahat söhbət eləməyə vaxtım yoxdur. Ona görə də sənə də vaxt verəmirəm. Mən patolog səninlə istəyirdim, belə 5-10 dəqiqədə olsa elə darıxıram arada, belə görüb üzündən öpmək istəyirdim. Amma uzun görüşlərə heç cür vaxtım yoxdur. Yəni, o dərəcədə kritikdir vəziyyət ki, inanın, evə geyib çıxa bilmirəm heç. Evdə mənim üzümü görmüş heç kəs. Yəni, dalbadal ardıcıl elə müxtəlif işlərin dalıcı oluram da, tədbirlər, işlər danışsam, görürsən özün. Ona görə də mən indi bu ərəfələrdə mən onunla oturub danışmaq imkanım olmaz. Məsələn, səninlə görüşsək, 5-10 dəqiqəli elə belə üzbəüz oynanda görüşsək, o da ona qan eləməyəcək, onun mənası yoxdur. Ona görə də fikirləşirəm ki, hələ ki ona imkan eləyənməyəcəm.